Hər birinizi salamlayıram. Qarşınızda Əli müəllimdir. Bu videoda sizlərə 2025 coğrafya test toplusundan qəbul imtahana düşmə ehtimalı olan böyük olan belə bir test tapşırığına baxırıq. Deyir ki, yerin xəyali oxu, ortalama fırlanma sürəti 1281 km bölünmüş saat olan şimal yarımkürəsindəki coğrafi enlik haqqında doğru fikirləri müəyyən edin. Gəlin ilk olaraq biz baxaq ki, söhbət hansı coğrafi enlikdən gedir. Gəlin biz ilk olaraq V bərabərdir S bölünsün T düsturundan istifadə edəcəyik. Buradakı V deməli sürəti bildirir. S gedilən yoldur. T isə zamanı bildirir. Deməli, burada düsturu yerinə qoyuram. Biz ilk olaraq çevrənin uzunluğunu tapaq. 1281 bərabərdir. S bunu tapmalıyıq. Gedilən yolu X. T'də zamanı 24 saatı qoyuruq yerinə. X bərabərdir. Buradan bunları vursaq 1281-i 24-də vuranda eləyəcək 30.744 kilometr. Baxın 30.744 kilometri biz tapdıq. İndi tapaq ki 30.744 belə deyim də, çevrəsinin uzunluğu olub paralelin 1 dərəcəlik qövsünün uzunluğu nə qədərdir? Bunu da bunun üçün bölürük çevrəyə 360-a. Eləyir 85,4. Biz artıq 85,4-dən bilirik ki, hansı paralelin uzunluğu idi? 1 dərəcəlik qövsünün uzunluğu idi 85,4. Təbii ki 40 dərəcəlik paralelin. 40 dərəcəlik paraleldə 1 dərəcəlik qövsünün uzunluğu 85,4-ə bərabərdir. Bunu biz əzbərə bilməliyik. Burada şimal yarımkürəsindəki enliyi dediyinə görə söhbət gedəcək 40 şimal enliyindən. İndi baxaq. Yerləşdiyi paralel çevrəsinin uzunluğu 30.744 kilometrdir. Bəli, biz bunu bayaq tapdıq. Yay gündönümü günü, günorta vaxtı günəş şüalarının düşmə bucağı 83,5 dərəcədir. Xeyr, bu yanlış xüsusiyyətdir. Ümumiyyətlə 40 şimal enliyi Bakı şəhəridir. Bakı şəhərinə bildiyimiz kimi günəşin düşmə bucağı yay gündönümündə 73,5 dərəcədir. Gəlin baxaq. 40 şimal enliyi. Bura şimal tropikdir. Yay gündönümündə günəş şimal tropikinə 90 bucaqla düşür. Bunların fərqini tapırıq eyni yarımkürədə olduğu üçün. 40-dan 23,5 çıxırıq, eləyir 16,5. 90-dan da 16,5 çıxanda 83 yox, 73,5 dərəcə eləyəcək. 2 yanlışdır. Qütb ulduzu 30 bucaq yox, 40 şimaldadsa 40 bucaq altına görsənəcək. Şimal qütb dairəsində olan məsafə 2941,5 kilometrdir. Bəli, hardan bilirik bunu? Şimal qütb dairəsi 66,5 şimaldır. 40 şimal enliyindən bunu çıxırıq. Eləyir 26,5. 26,5-də 111-ə vuranda 2941,5 eləyəcək. Doğrudur. Mülayim işıqlanma qurşağında yerləşir. Bəli, mülayim işıqlanma qurşağı 23,5, 66,5 paralellərin arasıdır. 40 da bu aralığa düşür. Gecə gündüzün adi növbələşməsi pozulur. Xeyr, bu yalnız qütb işıqlanma qurşağında olur. Cavab 1, 4 və 5-dir.